pul seçmədiyi haqda deputatdan nə gözləyəcəksən? Deputat başını salacaq. Kim dikta etdi, onu eləyəcək. Kim nə dedi, onu eləyəcək. Deputatdan nə gözləməli? İndiyə kimi nə görmüşük? Deputatları dövlət özü seçir. Özü bilir kimi seçəcək. Bir dənə xalqın xeyrinə bir dənə qanun qəbul olunubmu? Tərtərdə olan hadisə. Gör, bizim xalqı nə günə qoyublar. Dünya üzündə belə bir devlət yoxdur. Belə devlət yoxdur. Dünya üzündə o madorazat deyirlər, onlar da onların dətəndə namaz qılmaq olar. Hansı ölkəyə nəzər salsaq, mən Avropa İttifaqına daxil olan ölkələrin hər birinin deməli, mərkəzi seçki komissiyalarının formalaşmasına nəzərdən keçirmişəm və heç biri Azərbaycandakı qədər azad, ədalətli, demokratik şəkildə formalaşmıyor. Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov bu sözləri Milli Məclisin aprelin 27-sində keçirilən iclasında deyib. O qeyd edib ki, Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün vacib qurumlar formalaşıb. Hakim partiya təmsilçisinin sözləri sosial mediada müzakirə yaradıb. Ədalətli seçki, hansı deputat ədalətli seçilib orada? Birinin belə adı yoxdur. Arzu Məmmədov adlı istifadəçi yazıb və şərhinin davamında deputatların maaşına da toxunub. Sitat: minimum əmək haqqından 25 dəfə çox maaş alırsınız. Budur ədalət. Vətən üçün, torpaq üçün can qoyanlar 80 manat alır. Budur ədalət. İstifadəçi yazıb. Sosial media istifadəçilərinin çoxu isə deputatın açıqlamasına gülüş işarəsi qoymaqla reaksiya veriblər. Düz deyir də, Azərbaycanda ölülər də səs verir ki, bilmirsən, ağlayasan yoxsa güləsən. Azərbaycanı gör kimlər idarə edir. Sabit Hüseynli adlı digər istifadəçi isə qeyd edib ki, düz deyir, seçkiyə gedən olmasa da seçki baş tutmuş hesab olunur. Bundan azad və demokratik seçki ola bilməz. Milli Məclisin aprelin 27-sində keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırılıb. 26 ildir Mərkəzi Seçki Komissiyasına sədrlik edən 75 yaşlı Məzahir Pənahov 6-cı dəfə bu vəzifəyə seçilib.